Bismillahirrahmanirrahim. Quran Möcüzələri adlı saytımda Quranın elmi qabaqlamasına aid dəlillər və sübutları ilə araşdırmalar edərək həmin bu saytda yerləşdirirəm. Lakin bu dəfə əziz izləyicilərə fərqli olaraq rəqəmsal bir mövzuya toxunmaq istəyirəm. Amma indi danışacağım mövzuya toxunmadan öncə giriş üçün digər bir rəqəmsal mövzuya toxunub sonra mövzuma qayıdacağam. Məlumdur ki, səhabələrdən olan bəziləri, İbn Abbas və digərləri, həmçində qədim bəzi alimlər hədislərə istinad edərək Qədr gecəsinin Ramazanın 27-ci gecə olduğunu sübut gətirmişdirlər. Hədisdən də əlavə həmçinin Quran-ı Kərimdəki Qədr surəsində olan bəzi rəqəmsal mövzuya toxunaraq yenə də Qədr gecəsinin Ramazanın 27-ci gecə olmasını sübut gətirmişdirlər. Belə ki, kamil Ramazan ayı 30 gündür və həmçinin də Qədr surəsi 30 sözdən ibarətdir. Həmin bu surədə Uca Allah Qədr gecəsindən danışır və sonra Qədr gecəsinə işarə edərək Sələmun hiyyə, o gecə dediyi söz məhz 30 sözdən ibarət olan bu surənin 27-ci sözü sayılır. Həmçinin bəzi alimlər də deyirlər ki, bu surədə Qədr gecəsi, Leylətül Qadr sözü 3 dəfə təkrarlanıb. Ərəb dilində olan Leylətül Qadr, Qədr gecəsi sözündə 9 hərf var və bu 9-u 3-ə vuranda 27 edir. Həmçinin də Qədr surəsi 5 ayədən ibarətdir. Son 10 gündə olan Qədr gecələrinin də sayı 5 gecələrə düşür və bu da 5 gecədir. Digər bir maraqlı olanı da odur ki, Qədr surəsində yalnız 114 hərfdən istifadə edilib. Məlumdur ki, o gecədə nazil olan Quran da 114 surədən ibarətdir. Yeri gəlmişkən və yadıma düşmüşkən onu da deyim ki, məlumdur ki, Uca Allah Quran-ı Kərimi 23 il ərzində tədricən hissə-hissə nazil etmişdir. Bu haqda Uca Allah buyurur: İnna nahnu nazzalna aleykel Qur'ana tənzilə. Ey Peyğəmbər, həqiqətən biz Quranı sənə tədricən, ayə-ayə, surə-surə nazil etdik. Maraqlıdır ki, Quranın hissə-hissə nazil edilməsindən danışan bu ayə də 23-cü ayədir.